Azərbaycan Dövlət Dəniz Akademiyası ilə Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. İlkin əməkdaşlıq istiqaməti kimi Tələbə Plus layihəsi seçilib. İmzalanma mərasimində hər iki qurumun rəhbərliyi və nümayəndələri ilə yanaşı Kapital Bank və Viza şirkətinin təmsilçiləri də iştirak ediblər. Addanın rektoru vəzifəsini icra edən Eldar Qocayev bildirib ki, akademiya ölkənin aparıcı dəniz təhsili müəssisələrindən biridir və vahid tələbə kartının tətbiqi idarəetmənin təkmilləşdirilməsinə, eləcə də tələbələrin akademik və sosial imkanlarının genişlənməsinə töhfə verəcək. Təhsilin İnkişafı Fondunun idarə heyətinin sədri Nicat Məmmədli isə Tələbə Plus kartının tələbələrə alış-veriş mərkəzləri, iaşə obyektləri, muzeylər, kitab mağazaları, idman kompleksləri və klinikalarda xüsusi güzəştlər təqdim edəcəyini vurğulayıb. Qeyd edək ki, layihənin Addada tətbiqi vahid kart sisteminin formalaşdırılmasına və tələbələrin gündəlik həyatında əlavə üstünlüklərin yaradılmasına xidmət edəcək. Zəhra Rahib qızı, İsmail Rəhimoğlu, Adda xəbər.